Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibə başlamasından 4 il keçir. 24 fevral 2022-ci ildə Vladimir Putin Ukraynanın Donbas bölgəsində xüsusi hərbi əməliyyat başladığını elan etdi. Bundan əvvəl o Donetsk və Luqanskin qondarma müstəqilliyini tanımışdı. Müharibədən əvvəl Rusiya Ukrayna ərazisinin 7%-ni, indi isə 19%-ni nəzərdə saxlayır. Analitiklərə görə 4 il ərzində Rusiyanın təxminən 1 milyon 200 min, Ukraynanın isə 500 mindən 600 minə qədər ölü və yaralısı var. Birləşmiş Millətlər Təşkilatı bildirir ki, 15 mindən çoxu mülki şəxslərdir. Hazırda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə danışıqlar aparılsa da, tərəflər hələ razılığa gələ bilməyiblər. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, Rusiya onlarla beynəlxalq saziş üzrə öhdəliklərini yerinə yetirmir. Onun sözlərinə görə Rusiya ən azı 30 razılaşmanı pozub. Nümunə kimi Gürcüstan və Moldova göstərilib. Avropa İttifaqının Xarici İşlər Nazirləri Rusiyaya qarşı 20-ci sanksiya paketi ilə bağlı razılığa gələ bilməyiblər. Bunu Kaja Kallas nazirlər toplantısından sonra deyib. Məlumata görə paketi Macaristan bloklayır. Drujba neft kəməri ilə bağlı məsələdə isə Kallas yaranmış vəziyyətə görə Rusiyanı günahlandırır. Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvilinin Cenevrəyə səfəri davam edir. O, BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində insan hüquqları və işğal olunmuş ərazilərdəki vəziyyəti müzakirə edir. Nazir artıq BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı və Avropa Şurasının baş katibi ilə görüşüb. Sessiya iştirakçıları qarşısında çıxış edib. Gürcüstanın qadınlardan ibarət para qılınc oynatma komandası 2026-cı ilin ilk turnirindən vətənə 3 medalla qayıtdı. Pizada keçirilən Dünya Kubokunda Gürcüstan komandası qılınc oynatma üzrə komanda yarışında qızıl medal qazandı. Komandamız Tayland yığmasını 30-19 hesabı ilə məğlub edərək çempion adını qazandı. Fərdi yarışda Nina Tibilaşvili turnirin vitse-çempionu oldu. Qvança Zadişvili bürünc medal qazanıb. Gürcüstanda əmək miqrantları və özünü məşğul əcnəbilərə iş icazəsi verilməsi ilə bağlı hökumət qərarı siyasi müzakirələrə səbəb olub. Hakim Gürcü arzusu qərarı müsbət qiymətləndirir və yerli vətəndaşlara üstünlük verilməli olduğunu bildirir. Vahid Milli Hərəkat isə hökumətin mövqeyini tənqid edir. Qeyd edək ki, 1 martdan etibarən daimi yaşayış icazəsi olmayan xaricilər sərnişin daşıma, kuryer xidməti və bələdçilik fəaliyyəti ilə məşğul ola bilməyəcəklər.